Salam, hər vaxtınız xeyir olsun. Hazırda Avropanın İlçə Abdableyev Hava Tərəqqatları Mərkəzinin model proqramlarının yenilənmiş məlumatlarının təhlilləri ilə tanış oluruq. Aprel ayının 27-si axşamı doğru və 28-29-da Rusiyanın qərbində troposferin aşağı və orta qatlarında atmosfer təzyiqinin aprel ayının sonları üçün xarakterik olmayan bir dərəcədə aşağı inməsi ərazidə güclü qar fırtınasının boranın formalaşması üçün mümbit sinoptik şəraitin yaranması gözlənir. Bu prosesin Qafqazın cənubu Azərbaycan arasında da ciddi təsirləri olacaq. Nəticədə aprel ayının 27-si axşama doğru və 28-ci gün ərzində Bakı, Abşeron, Sumqayıt ərazisində, Xəzər dənizində şimal küləklərinin güclənməsi nəticəsində Bakı, Abşeron, Sumqayıt ərazisində və Bakının ətraf qəsəbələrində şimal küləyinin, Xəzər küləyinin ani maksimal sürətinin saatda 100 km-yə qədər güclənməsi ehtimalı var. Sürətli küləklərin sürəti isə saatda 55-70 km-yə güclənməsi gözlənilir ki, bu da fırtına nəticəsində müəyyən ərazilərdə fəsadların yaranmasına səbəb ola bilər. Bu barədə yenilənmiş məlumatlar təhlilləri kanalda yayınlanacaq. Xüsusilə də Avropanın şərqində Qərbi Rusiya ərazisində aprel ayının sonları üçün xarakterik olmayan ciddi bir soyuq hava dalğasının ərazidə hakim olması gözlənir. Prosesa səbəb isə Rusiyanın qərbindəki ekstratropik siklon sisteminin hər keçən saat daha da güclənməsi nəticəsində xüsusilə də şimaldan daşınan soyuq havanın Şərqi Avropanın əksər ölkələrində və Rusiyanın qərb rayonlarında, Moskva vilayətində prosesin ciddi şəkildə baş verməsi nəticəsində aprel ayının sonları üçün xarakterik olmayan güclü qar fırtınasının baş verməsi gözlənir. Proses nəticəsində hətta Avropanın mərkəzi hissələrinə doğru olan ərazilərdə belə, Almaniya kimi ərazilərdə belə hava şəraitinin kəskin dəyişilməsi, qar yağması ehtimalı var. Eyni zamanda Rusiyanın sərhəddə olan bir sıra Şərqi Avropa ölkələrində hava şəraitinin kəskin soyulması gözlənir. Bu prosesin təsirləri Azərbaycan arasında aprel ayının 30-u gündüz saatlarına qədər olan müddət ərzində aktiv olacaq. Artıq prosesin növbəti mərhələsi nəticəsində isə bu sistemin bir qolunun Qara dəniz arasında daxil olması nəticəsində may ayının ilk günlərində Türkiyə arasında hava şəraitinin kəskin dəyişilməsi, may ayının artıq 1-2-si, 3-ü əvvəl Azərbaycanın şimal və qərb rayonlarında havada buludluğun bir xeyli artması, arabir leysan xarakterli yağıntılar gözlənilir. Artıq may ayının 3-ü axşama doğru 4-ü, 5-i, 6-sı və 7-sində isə Azərbaycanın demək olar ki, bir çox rayonlarında hava şəraitinin yenidən dəyişilməsi, arabir leysan xarakterli yağışların yağması ehtimalları var. Bu barədə yenilənmiş məlumatların təhlilləri yayınlanacaq. Ümumilikdə Rusiyanın qərbində və Şərqi Avropa arasındakı mövsüm üçün xarakterik olmayan soyuq havanın may ayının 1-ci həftəsi ərzində də təkrarlanması ehtimalları var. Nəticədə temperaturun bir xeyli azalması nəticəsində bir sıra ərazilərdə hava ilə əlaqəli olan sahələrin ciddi zərər görməsi ehtimalları var. Bu sistem artıq may ayının ilk günlərində Türkiyə arasına doğru daxil olacaq və nəticədə Türkiyə arasında hava şəraitinin kəskin soyulması gözlənir. Artıq may ayının 1-i, 2-si və 3-ü Azərbaycan əvvəlcə şimal-qərb rayonlarında, yəni Gəncə, Qazaxda, Böyük Qafqazda, Kiçik Qafqazda, Naxçıvan arasında arabir leysanlar gözlənilir. Prosesin artıq növbəti mərhələsi isə may ayının 3-ü axşama doğru 4-ü, 5-i, 6-sı və 7-sində isə Azərbaycan demək ki, əksər rayonlarında hava şəraitinin kəskin dəyişilməsi gözlənir. Çünki bu ekstratropik siklon sisteminin sağ qolunun Qafqaz arasından keçməsi nəticəsində soyuq hava ilə subtropik hava kütlələrinin Qafqaz arasında bir-birinə toqquşması fonunda, yəni Qafqaz arası həm isti hava dalğalarının, həm də soyuq hava dalğalarının toqquşluq ərazisində yerləşəcək. Bu da ciddi bir meteoroloji proseslərə səbəb olacaq. Topa yağış buludlarının, laylı yağış buludlarının güclü inkişafı nəticəsində aprel ayının sonları və may ayının 1-ci həftəsi ərzində Qafqaz arasında hava şəraitinin tez-tez dəyişilməsi gözlənir. Qara dəniz arasındakı güclü ekstratropik tipli siklon sisteminin artıq hakim olması gözlənir ki, bu da o demək ki, may ayının 1-ci 10 günlük ərzində Qafqaz arasında hava şəraitində tez-tez kəskin tələblər gözlənir. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropanın İlçə Abdableyev Hava Tərəqqatları Mərkəzinin model proqramlarının yenilənmiş məlumatların təhlillərinə əsasən, xüsusilə də aprel ayının 27-ci və 28-sində Azərbaycanın şimal-qərb rayonlarında arabir yağıntılar gözlənir. Bu yağıntıların lokal xarakterli intensiv olması ehtimalları var. Xüsusilə illə də aprel ayının 27-ci axşama doğru və 28-ci gün ərzində Böyük Qafqazın Balacan, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, Dağlıq Şirvanda, eyni zamanda Qazax, Ağstafa, Tovuz, Gəmçə, Gəncə, Mingəçevir, Gölgül, Gölabey ərazisində və Kiçik Qafqazın Daşkəsən, Gədəbəki, Həbizər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngəzur və Naxçıvanın Sədərək, Ordu, Bakı, Şahbaz, Şərq ərazilərində və mərkəzi alanın xüsusi ilə də şimal-qərb əraziləri olan
Yevlaxda, Kürdəmirdə, Zərdab Ucar ərazisində və bir qədər də Mərkəzi Aran cənubunda, Beyləqanda və Hacıqabul ərazisində yağıntıların yağması ehtimalları var. Bu proseslərin qısa müddət ərzində intensivləşməsi nəticəsində Böyük Qafqazda, Cəlilabad, Astrada, Kiçik Qafqazda, Naxçıvan ərazisindəki proses intensivləşəcək. Nəticədə yağıntılar qısa müddətli güclü ola bilər. Bu da lokal dolu proseslərinə səbəb ola bilər ki, bu da ərazidə çaylarda sululuğun bir qədər də artması səbəb olacaq. Aprel ayının 29-unda isə Bakı, Abşeron, Sumqayıt ərazisində də havada buludluğun bir xeyli artması gözlənir. Ümumilikdə aprel ayının 27-ci axşama doğru və 28-ci gün ərzində Bakıda güclü şimal küləkləri əsəcək. Aprel ayının 27-sindən 28-sinə keçən gecə saatlarında və 28 aprel günün birinci yarısında Bakıdakı küləyin sürətinin saatda 100 km-ə qədər güclənməsi gözlənir ki, bu da Bakı ərazisində müəyyən fəsadların baş verməsinə səbəb ola bilər. Aprel ayının 29-u gündüz saatlarında isə cənub siklonlarının Bakı ərazisinə daxil olması nəticəsində Bakı, Abşeron, Sumqayıt ərazisində aprel ayının 29-da hava şəraitinin buludlu olması və arabir yağış yağması gözlənir. Aprel ayının 29-dakı yağıntıların Bakıda qısa müddətli, leysan xarakterli, intensiv və lokal güclü olması ehtimalları var. Çünki şimaldan daxil olan soyuq hava ilə cənub siklonlarının Bakı, Abşeron, Sumqayıt ərazisində bir-birlərinin toqquşması fonunda Bakıda topa yağış və laylı yağış qrupundan aktiv inkişafı gözlənir ki, bu da aprel ayının 29-da yağıntıların lokal intensiv olması nəticəsində Bakı, Abşeron, Sumqayıt ərazisində və Bakının ətraf qəsəbələrində qısa müddətli su basma hadisələri müşahidə edilə bilər. Ümumilikdə aprel ayının 30-u gündüz saatlarına qədər olan müddət ərzində Azərbaycan ərazisində aprel ayı üçün xarakterik olmayan, yaz ayları üçün xarakterik olmayan hava şəraiti gözlənilir. Bu proses aprel ayının 27-ci axşama doğru və 28-sində Bakıda güclü xəzri küləklərinin, şimal küləklərinin əsməsi ilə müşahidə ediləcək və rayonlarda aprel ayının 27-ci və 28-sində Böyük Qafqazda, Gəncə Qazaxda, Kiçik Qafqazda yağıntılar leysan xarakterli, intensiv ola bilər. Aprel ayının 29-da isə Bakıda da arabir yağış yağması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropanın İlçiyanında Ableyev Hava Tədqiqatları Mərkəzinin və Alman modellərinin ümumi olaraq birləşdirilmiş məlumatların təhlilləri bu modelə baxaraq biz analiz edirik. Xüsusilə də aprel ayının 27-ci axşama doğru 28-sində Bakı, Abşeron, Sumqayıt ərazisində şimaldan daxil olması gözlənilən soyuq havanın təsirindən Bakıda küləklərin qısa müddət ərzində güclənməsi gözlənir. Bu prosesin nəticəsində Bakıda küləyin ani maksimal sürəti saatda 100 km keçə bilər, lakin sürətli əsən, davamlı küləklərin sürəti saatda 50-70 km qədər güclənməsi gözlənir ki, bu da müəyyən ərazilərdə fəsadların artmasına səbəb ola bilər. Aprel ayının 27-sindən 28-sinə keçən gecə saatlarında və 28 aprel günün birinci yarısında Bakıdakı küləyin bir qədər də şiddətlənməsi ehtimalları var. Nəticədə küləyin ani maksimal sürətinin saatda 130 km qədər artması ehtimalları var. Aprel ayının 27-sindən 28-sinə keçən gecə. Aprel ayının 28-i artıq axşama doğru Bakıdakı güclü küləyin zəifləməsi ehtimalı var. Bu proses haqqında ümumi olaraq yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayınlanacaq.